Bugün Azərbaycan ordusu günüdür. Azərbaycanın qəhrəmanlarının günüdür və müzakirə mövzumuz da elə budur. Azərbaycan ordusunun 107 yaşı tamam olur və studiyada qonağım hərbi ekspert Ramil Məmmədlidir. Ramil mənim salam, xoş gəlmisiniz. Xoş gününüz olsun, təşəkkür edirəm. Ramil mənim, bugün Azərbaycan ordusunun qəhrəmanlarımızın, qəhrəmanlığımızın günüdür və Azərbaycan ordusunun yəqin ki gücünü daha çox 44 günlük vətən müharibəsində gördü dünya ictimaiyyəti. Bundan əvvəlki tariximizdən istəyirəm bir başlayaq və Azərbaycan ordusunun 2020-ci ilə qədər olan bir yolundan, daha dəqiq desək, 1-ci Qarabağ və 2-ci Qarabağ müharibəsindən danışmaq istəyirəm. Əlbəttə ki, 1-ci Qarabağ müharibəsində də bizim qəhrəmanlarımız var idi ki, əllərinə silah alıb bizim vətənimizi müdafiə edirdilər. Amma ordumuzun irəli getməsinə mane olan da səbəblər var idi. Hətta çox idi desək yanılmarıq. İstərdim ki, bax, bu haqda danışaq. Daha sonra isə 44 günlük vətən müharibəsi mövzusuna da toxunacaq. Buyurun. Ümumiyyətlə, Azərbaycan ordusu haqqında danışarkən biz 100 il bundan əvvəl, 107 il bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin yaranmasına toxunmasaq olmaz. Azərbaycan ordusunun taleyi, qisməti belə gətirib ki, hər iki halda Səngərdə, döyüş meydanında formalaşma dövrünü keçib. Həm 1918-ci ildə yenə Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı işğalçılıq siyasəti yürüdən, Azərbaycan ərazilərini işğal etmək istəyən düşmənlərə qarşı döyüşüb və formalaşma dövrü bu mərhələdə başlayıb. Növbəti 1991-ci ildən başlayaraq da yenə də Azərbaycan Silahlı Qüvvələrinin formalaşması Azərbaycan ərazisinin bütövlüyü, tamlığı uğrunda döyüşlərdən keçib. Yəni, Azərbaycan Silahlı Qüvvələrinin birinci hərbi hissəsi, birinci taboru məhz Azərbaycan sərhədlərində, düşmənlərlə döyüşdə, Səngərdə formalaşmağa başlayıb. Əlbəttə ki, biz daha detallı, müfəssəl olaraq ötən əsrin sonlarında Azərbaycan ordusunun yenidən formalaşma dövrü haqqında danışa bilərik. Bu dövrü biz 3 mərhələyə bölərik. Yəni, mən bu dövrü 3 mərhələyə bölürəm. Birinci dövr, əlbəttə ki, siyasi qərarın verilməsi, Azərbaycan ordusunun yaradılması istiqamətində addımların atılması idi ki, bu, Azərbaycan Silahlı Qüvvələrinin formalaşması ilə nəticələndi. Təbii ki, həmin dövr olduqca çətin idi və bu dövrdə Azərbaycan ordusu peşəkar hərbi qulluqçularla bağlı müəyyən problemlərlə üzləşirdi. Bu problemi Sovet ordusundan təxris olunan Sovet ordusundan qalan zabit, gizir və digər rütbəli şəxslərimiz, hərbi qulluqçularımız tamamlamağa çalışırdı. Amma olduqca çətin dövr idi və 1994-cü ilə qədər, yəni atəşkəs imzalanana qədər Azərbaycan Silahlı Qüvvələri həm formalaşdı, həm də döyüş meydanında vətən torpaqlarını qorumağa çalışırdı və maksimum şəkildə öz daxili imkanlarından istifadə etməklə bu mübarizəni davam etdirirdi. Növbəti dövrü isə əlbəttə ki, silahlı qüvvələrimizin yenidən formalaşması, müasir ordu formatına keçid dövrü idi ki, bu da 1995-2005-ci illəri əhatə edirdi. Həmin dövrdə Azərbaycan Silahlı Qüvvələri dünyanın inkişaf etmiş dövlətlərinin, ölkələrinin orduları ilə birgə müəyyən inteqrasiya layihələri həyata keçirirdilər. Silah Texnika Parkının əsaslı təmiri, yenilənməsi prosesləri həyata keçirilirdi ki, bu da Azərbaycan Silahlı Qüvvələrinin növbəti dövr üçün, 3-cü dövr üçün formalaşmasına, inkişaf etməsinə gətirib çıxardırdı. Olduqca çətin bir dövr idi. Həm kadr tələbatını təmin etmək lazım idi, həm də ki, atəşkəs dövründə təmas xətti, o zaman təmas xətti adlanırdı, təmas xəttinin müdafiəsini, təmas xəttinin formalaşmasını təmin etmək olduqca çətin bir dövr idi. Növbəti dövr isə 2005-2020-ci illərdir ki, bu dövrdə Azərbaycan Silahlı Qüvvələri artıq özünün, belə deyək, tam şəkildə
formalaşma dövrünü keçdi. Artıq kadr problemləri geridə qalmışdı. Əsas məqsəd, əsas tapşırıq bu kadrların daha müasir texnologiyalarla işləmək, onlarla döyüşmək, onlardan döyüş meydanında, real müharibədə, real döyüş meydanında istifadə etmək bacarığını təmin etməkdir. Həmçinin silah texnika parkının yenilənməsidir. Və xatırlatmaq istəyirəm ki, artıq əvvəlki dövr deyil, hərbiçi, hərbi qulluqçu həm də müasir texnologiyalar haqqında bilgili olmalıdır, məlumatlı olmalıdır. Müasir rəqəmsal nəzəri bilikləri bilməlidir. Rəqəmsal nəzəri biliklər əsasında hazırlanan texnologiyalardan istifadə etməyi bacarmalıdır. Məhz bu dövr Azərbaycan ordusunun həm Qərb, həm Rusiya, Çin texnologiyalardan istifadə etməsi, real döyüş şəraitində bunları tətbiq etməsi ilə bağlıdır. Bu dövrdə 2005-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin təlimləri həm tabor səviyyəsində, həm iri miqyaslı ümumqoşun təlimləri, həmçinin xarici ölkələrin orduları ilə birgə təlimləri Azərbaycan Silahlı Qüvvələrinin artıq bacarığını tam formalaşdırdı və biz onu 2016-cı ilin aprel döyüşlərində bunun şahidi olduq. Müasir texnologiyalarla silahlanmış, müasir döyüş əməliyyatlarına hazır olan Azərbaycan əskəri. Nəhayət, əlbəttə ki, 2020-ci ilin Vətən müharibəsi, 2020-ci ildə 44 günlük Vətən müharibəsi. Bu Vətən müharibəsi Azərbaycan əskərinin, Azərbaycan hərbiçisinin, Azərbaycan ordusunun bir imtihanı idi. Və ümumiyyətlə hər bir ordunun imtihanı müharibədir. Və Azərbaycan ordusu bu imtihandan alnı açıq və qələbə ilə çıxdı. Bunun isə səbəbləri var idi. Uzun illər ərzində formalaşmış, mənimsənilmiş döyüş hazırlığı, döyüş bacarığı, müasir texnologiyalar, bunlardan doğru düzgün istifadə etmək bacarığı, mərkəzi komandanlığın formalaşması, Ali Baş Komandanın iştirakı ilə, birbaşa iştirakı ilə proseslərin idarə edilməsi, bütün bunlar Azərbaycan ordusunun tam şəkildə, monolit şəkildə formalaşıb inkişaf etməsinə gətirib çıxartdı. Əlbəttə ki, 2020-ci ilə qədər olan dövr haqqında daha geniş, daha müfəssəl danışmaq olar. Hansı qoşun növləri Azərbaycan Silahlı Qüvvələrində inkişaf etdirildi, hansı texnologiyalar mənimsənildi, hansı texnologiyalar istehsal olundu Azərbaycan müdafiə sənayesi kompleksində, müəssisələrindəki Azərbaycan Silahlı Qüvvələri. Keçməzdən əvvəl mən istərdim ki, 2020-ci ilə qədər olan bizim hərbiçilərimizdən danışaq. Daha doğrusu bu sualı verməkdə məqsədim nədən ibarətdir? Cənab Prezident hər zaman öz çıxışlarında vurğulayır ki, Qarabağı işğaldan azad edən mənim dövrümdə yetişən gənclikdir. Əlbəttə ki, hər bir yaş kateqoriyasında bizim orduda igidlərimiz, qəhrəmanlarımız var. Amma bunun üzərində dayanmaq istəyirəm. Çünki Qarabağı biz hər zaman deyirik ki, Qarabağı işğaldan azad edən şəxslər Qarabağı heç görməyən şəxslər idi, gənclər idi. O dönəmdə işğal tarixini əzbərləyən uşaqlar idi, şagirdlər idi. Bax, bu məqama toxunmağınızı istəyirəm. Daha sonra təbii ki, o silahları istifadə etmək üçün olan ordumuzdan da danışacaq. Təbii ki, Vəfa xanım, məsələ burasındadır ki, hər bir uğurun bünövrəsində, xüsusən də hərbiçinin, ordunun qələbəsində ideoloji əsaslar dayanır. İdeoloji əsaslara dayanmayan proseslər sonda qələbə ilə, uğurla nəticələnə bilməz. Məhz Azərbaycan dövlətinin sistemli şəkildə, bunu açıq etiraf etmək lazımdır, 90-cı illərin ortalarından başlayaraq formalaşmış ideoloji xətt, 2000-ci ilin əvvəllərində formalaşmış, yenilənmiş ideoloji xətt Azərbaycan gəncini, Azərbaycan uşağını, yeni doğulan, yeni formalaşan uşağını
əgər doğru düzgün istiqamətləndirməsəydi, o hərbi yolu seçməyəcəkdi və məqsədinə çatmaq üçün hərbiçi olmayacaqdı. Heç unuda bilmirəm, Azərbaycan bir vətən müharibəsinin ilk günlərində, təxminən ilk 10 günlüyündə bir şəkil qarşıma çıxdı. Nar ağacından, bir əli ilə nar ağacından tutmuş bir zabitin şəkili. Orada göstərilir ki, 10 yaşında, 8-10 yaşında Cəbrayılda kəndini tərk etmiş bir uşaq, hansı şəraitdə tərk etdiyi Allah bilir, tərk etmiş bir uşaq artıq 30 yaşlarında qalib əskər kimin, qalib zabit kimin öz torpağını azad edir. Məsələ burasındadır ki, Azərbaycan hərbiçisi məhz o məqsəd üçün çalışırdı. Azərbaycan fərdi, vətəndaşı o məqsəd üçün çalışırdı və elə bu məqsədə çatmaq üçün yüzlərlə, minlərlə gənc hərbi yolu seçmişdi ki, ilk öz torpağına ayağını bassın, ilk olaraq öz torpağını azad etsin. Məhz bu əsas ideologiya idi, ideoloji əsaslar idi. Təbii ki, paralel olaraq həmin uşaqların təlim keçməsi, həmin o hərbiçilərin doğru düzgün formalaşdırılması, həmin uşaqların doğru düzgün formalaşdırılması isə əlbəttə ki, dövlət mexanizminin daha doğru işləməsi ilə bağlı idi. Yəni, əgər dövlət mexanizmi doğru çalışmasaydı, sistemli çalışmasaydı, biz həmin işğal olunmuş ərazilərimizi işğaldan azad edə bilməyəcəkdik. Necə ki, biz bu problemlə 90-cı illərin əvvəllərində, yəni 88-93-cü illərdə bir-birinin ardınca ərazilərimiz işğal olunanda biz bu problemi yaşamışıq, bu ağrını yaşamışıq. Məgər həmin vaxtı döyüşməyi bacaran və yaxud da vətən eşqi olan, vətən üçün öldürməyi və ölməyi istəyən şəxslər yox idi, var idi. Bizim onlarla milli qəhrəmanlarımız, qəhrəman döyüşçülərimiz, adını bilmədiyimiz qəhrəman döyüşçülərimiz var ki, onlar məhz həmin dövrlərdə döyüşüblər, öldürüblər, ölüblər. Sadəcə olaraq həmin dövrdə doğru dövlət mexanizmi olmadığına görə biz həmin hərbiçilər, həmin vətəndaşlarımız həmin dövrdə, bu dövrdə uğur qazana bilmədilər, qalib gələ bilmədilər, ərazilərimizi işğaldan azad edə bilmədilər. Amma sonraki dövrlərdə məhz Prezident İlham Əliyevin xüsusilə dövründə formalaşmış bu ideoloji xətt və ona əsaslanan dövlət mexanizmi Azərbaycan Silahlı Qüvvələrinin daha müasir formalaşmasına, daha ciddi təlim, məşqlərin həyata keçirilməsinə, müasir texnologiyaların Azərbaycana gətirilməsinə, ordunun istifadəsinə verilməsinə, inteqrasiya edilməsinə və s. kimin bu proseslər Azərbaycan ordusunun qələbəsini gətirib çıxartdı. Mən məsələnin siyasi tərəfinə, iqtisadi tərəfinə toxunmaq istəmirəm, amma faktlığında qalır ki, hər bir qələbə şəxslə bağlıdır, şəxslərlə bağlıdır və Azərbaycan ordusunun qələbəsi də dövlət sisteminin tam işləməsi, uğurlu işləməsi sayəsində həyata keçdi. Rəmin, mən istərdim eyni zamanda, siz də vurğuladığınız çıxışınızda ki, Azərbaycanın müdafiə sənayesində olan hərbi sursatdan danışaq. Biz düzdür, 2020-ci ildə bayraqdarlardan, pilotsuz uçuş aparatlarından, haroplardan danışırıq, amma bizdə həm də öz sənayemizdə də xeyli sayda müasir standartlara cavab verən, Azərbaycan ordusunun gücündən xəbər verən silahlar, sursatlar var idi. Bax, həm bu məqamlara toxunaq, həm də eyni zamanda, bax, siz də dediniz ki, artıq Azərbaycan əskəri, tək Azərbaycan əskəri yox, elə döyüşdən və reallıqları dərk edən hər bir hərbiçi anlamalıdır ki, müasir standartlara cavab verən o texnologiyaları da bilməlidir. Bax, bu məqamları da daha ətraflı şərhinizi istəyəcəm sizdən bir hərbi ekspert kimi. Əlbəttə ki, ordu arxa cəhbə sayəsində döyüşə bilir. Burada iqtisadi amillər,
və digər təminatlar xüsusi rol oynayır. Ərzaq, əşya, geyim, mühəndis istehkam və s. və təmir və s. Amma siz çox vacib bir məqama toxundunuz, onu da xatırlamaq lazımdır. 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə və birbaşa proseslərə nəzarət etməsi ilə Müdafiə Sənayesi Nazirliyi yarandı. Bu, Müdafiə Sənayesi Nazirliyi, müdafiə sənayesi müəssisələrini halbuki var idi və onlar o qədər də yaxşı vəziyyətdə deyildi. Çox aşağı səviyyədə işlər aparırdı, çətinliklər var idi. Bir sıra məsələlərlə bağlı geniş danışmaq istəmirəm və Müdafiə Sənayesi Nazirliyi bu müəssisələri Müdafiə Sənayesi Nazirliyində vahid platforma əsasında və sistemli şəkildə proseslərə başlanıldı. Bu proseslər nəticəsində Azərbaycan dövləti, Azərbaycan ordusu, silahlı qüvvələri əsas problemlərini həll etməklə məşğul oldu. Və müdafiə sənayesinin qarşısına tapşırıq qoyuldu ki, atıcı silahlar, kiçik çaplı və iri çaplı atıcı silahlar, həmçinin bunların mərmilərinin istehsalı istiqamətində addımlar atılsın. Bununla yanaşı olaraq hərbi qulluqçunun, əskərin geyimi, ləvazimatı istiqamətində addımlar atılsın və qısa müddət ərzində müdafiə sənayesi, Azərbaycan müdafiə sənayesi müəssisələrində kiçik çaplı, yəni belə deyək, 7.62-39 çapında olan avtomatlardan tutmuş 14-15 çaplı pulemyotlara, top mərmilərinə qədər 122, 125, 152 millimetrlik top mərmilərinə qədər istehsal başladı. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin müharibədə, döyüşdə davamlı təminatı üçün olduqca əhəmiyyətli rolu oynadı. Və Azərbaycan ordusu artıq arxada müəssisələrin işlədiyini və davamlı olaraq təminatın, təchizatın həyata keçirildiyini bilirdi. Çünki birgə işlər həyata keçirilirdi, layihələr həyata keçirilirdi. Və mən ümumiyyətlə hər zaman deyirəm, müdafiə sənayesi bir dövlətin gücü və imkanlarıdır, qüdrətidir. Təbii ki, ordunu bir sıra amilləri əsas götürərək formalaşdırılmaq mümkündür. Amma onun arxasında müdafiə sənayesi yoxdursa, burada bir natamamlıq formalaşır. Və məhz Prezident İlham Əliyevin 2005-ci ildə verdiyi qərar, müdafiə sənayesinin formalaşdırılması Azərbaycan ordusunun artıq daha təminatlı, daha belə deyək, etibarlı şəkildə xidmət aparmasına, gələcək döyüşlərə hazır olmasına gətirib çıxardırdı. Bu silahlı qüvvələrimizin imkanı deməkdir. Təbii ki, müdafiə sənayesi kompleksində həm də müasir texnologiyalar istehsal olunurdu. Mən təkcə atıcı silahların adlarını saydım, amma Azərbaycan pilotsuz uçuş aparatları, zərbə pilotsuz uçuş aparatlarının istehsalı sahəsində də uğurlu layihələr həyata keçirir. Uğurlu dövlətlərdən, ölkələrdən biridir ki, hələ 2010-cu illərdən başlayaraq, 2010-cu ildən başlayaraq bu istiqamətdə arbitr modifikasiyalı pilotsuz uçuş aparatlarının yaradılması istiqamətində konkret addımlar atılmışdı və xatırlayıram 2014-cü ildə birinci müdafiə sənayesi sərgisində ADEX-də Müdafiə Naziri ilə Müdafiə Sənayesi Naziri arasında məhz kamikadze pilotsuz uçuş aparatlarının satın alınması ilə bağlı saziş də, müqavilə də imzalanmışdı ki, sonraki mərhələdə artıq Azərbaycan ordusu bunu əldə etdi və müharibədə də istifadə olundu. Bununla yanaşı əsaslı təmir layihələri həyata keçirildi. Helikopterlərin əsaslı təmiri, Mi-24-lərin, paralel olaraq döyüş aviasiya vasitələrinin, digərlərinin, yəni təyyarələrin, tankların, zirehli texnikaların əsaslı təmir layihələri müasir texnologiyalarla təchiz olunması həyata keçirilir ki, bunlar da döyüş əməliyyatlarında uğurla istifadə olundu. O ki, qaldı, təbii ki, Azərbaycan ordusunun daha mükəmməl, yəni dünyanın inkişaf etmiş ölkələrinin
istehsalı olan texnologiyaları əldə etməsi, onu mənimsəməsi, əlbəttə ki, bu da silahlı qüvvələrimizin imkanlarını döyüş meydanını daha da genişləndirmişdir və bu gün də bu istiqamətdə addımlar atılır. Təbii ki, Azərbaycan ordusu dünyanın ilk ordularından biridir ki, əlbəttə mən Amerika Birləşmiş Ştatlarını, Böyük Britaniyanı, Fransanı və Çini nəzərə almıram, nəzərdə tutmuram. Azərbaycan ordusu ilk ordulardan biri idi ki, ilk onluqda olan ordulardan biri idi ki, artıq pilotsuz uçuş aparatları parkını formalaşdırmışdı. Artıq 2015-ci ildə Azərbaycan silahlı qüvvələrinin bir neçə modifikasiyada, variantda istifadə oluna bilən pilotsuz uçuş aparatları, dron parkı var idi. Bu, müşahidə kəşfiyyat, silahlı, yəni kamikadze pilotsuz uçuş aparatları idi ki, sonraki dövrdə Azərbaycan artıq silahlı pilotsuz uçuş aparatlarını da əldə etdi. Yəni, Azərbaycan ordusu İsrail, Türkiyə ilə birlikdə bu istiqamətdə müəyyən layihələr həyata keçirdi. Türkiyə sonraki dövrdə əlbəttə, amma İsraillə daha əvvəl bu istiqamətdə müəyyən layihələr həyata keçirilmişdi və uğurlu məhsulların əldə olunması təmin olunmuşdu. Bugün Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində Hermes, Heron, Arbiter, Bayraktar TB2 kimin Harop uçan silah deyirlər ona. Bu kimin pilotsuz uçuş aparatları var və paralel olaraq isə əlbəttə ki, pilotsuz uçuş aparatları heç də hər zaman döyüşün taleyini həll edə bilmir. Daha dəqiq hədəfləri məhv edə bilən taktik raket komplekslərinin əldə olunması, daha güclü reaktiv yaylım atəş sistemlərinin, artilleriya qurğularının da əldə olunması Azərbaycan ordusunun döyüş meydanında uğur əldə etməsinə təmin edir. Əlbəttə ki, o idarə etməni təmin edən bizim igidlərimizdən, qəhrəmanlarımızın da yeri əvəzsizdir və bugün də sözünüzə qüvvət, Azərbaycan qəhrəmanlarının, Azərbaycan ordusunun 107 yaşı tamam olur. Rabim mənim çox sağ olun, təşəkkür edirik ki, bu hərbi sahədəki bir növ təcrübənizi bizlə bölüşdünüz və suallarımızı cavablandırdınız. Bugün Azərbaycan ordusu günüdür. Vurğulamaq istəyirəm ki, studiyada qonağım hərbi ekspert Ramil Məmmədli idi. Biz onunla birlikdə məhz Azərbaycan ordusundan danışdıq. Azərbaycanın ordusunun müasir standartlarından, müdafiə sənayesini gücləndirməsinə və təbii ki, bu istiqamətdəki ordu-xalq birliyindən danışdıq. Ali Baş Komandanın siyasi iradəsini müzakirə etdik.